9-cu hekayə Xoşbeş. Gözəl və aydın bir yaz səhəri, radiodan bir səs qopur. Dünya iki qapılı darvaza, bir gün var, sabah yox. Ayrılıq qaranlıq gecə oldu, bağrım qan oldu, güllərim soldu. Biraz sonra bir kişi səsi eşidilir. Amerikada, o azad dünyada boş əl ilə zəngin olmaq imkanı var. Bir yetim oğlan uşağı gecələri körpü altında yatardı. Yavan çörək yeyərdi, kibrit və ayın oyun satardı. O bir gün Allah vergisi, huş və zəkavət sayəsində dünyanın ən birinci qarunu olmuşdu. O adlı sanlı bir bazərgandır. Qızım gözlərin bərəldir və deyir, baba, məgər əsir dünya da var imiş. Var qızım əsir dünya da olurmuş. Onda azad dünyadan danış babacığım. Bir gün var imiş, bir gün yox imiş. Bir yağışlı dumanlı cəzirənin yol kəsənləri, sərrafları, qul tacirləri, yeni dünyanın gözəlliklərini, servətini eşidər-eşitməz gəmilərə minib eski dünyadan yeni dünyaya köçərlər. Yeni dünyada tüm meşələr, gür çaylar, otlaqlar, mənbət torpaqlar çox imiş. Soyuq, mütədil və isti iqlimlər var imiş. İlk öncə üzlərini qırmızı boya ilə boyayan yerlilər qovdular və gah da qırdılar. Sonra Afrikadan əsir gətirdiklərini batlaqlıq, pis havalı və isti iqlimlərdə düyü, pambıq, şəkərqamış və qəhvə becərtmək üçün bir quru çörək və bir için su qarşısında işlədirlər və onların əməyi ilə zənginləşdirlər. Zəngilər tarlaları abad edib yollar inşa etdilər, yurdular, saldılar və özləri quru yerdə yatdılar. Üsyan çıxardarkən ağac budaqlarında asıldılar. Sonra nə oldu baba? Sonrası yox qızım, nə olacaq? Yeni dünya ərbabları başladılar Asiyada, Afrikada və Latin Amerikasında hükm sürməyə və xalqa divan tutmağa. Qızım fikrə gedib soruşdu, bəs yeni dünya demək pullu ərbabların diyarıdır? Yox canım, yeni dünyanın əhalisi hamısı dövlətli, samanlı kimsələr deyirlər. Orada da ac, lüt çoxdur, işsizlərin, yetimlərin sayı hesabı yoxdur. Qızım anlaşdığına görə mənim sözlərimdən bir nəticə ala bilməyib, yenə deyir. Bircə mənə de görüm, bizim məmləkətdə azad dünya hesab oluna bilir. Əlbət qızım, burası azad dünyadır, həm də əlası. Məsələn, bərbaqqal kişi piyi ilə çərəni, yeralması ilə balı bir-birinə qarışdırar, satar, dövlətlənir. Bir ayrısı bir bədbəxt tacir şagird, əlinin börkünü vəlinin başına, vəlinin börkünü əlinin başına qoya-qoya dövlətli və möhtərəm bir şəxs olur. Ərbabi minər eşşəyinə minirmiş və bazara gedirmiş. O bir gün son sistem otomobili ilə öz ticarətxanasına təşrif aparar. Ərbabinin hərəmxanası və kəndləri var idi. Lakin bu yazığın nə hərəmxanası var, nə də kəndi kəssəyi. Amma ki, qızları yer batırdığı üçün pullarını yerli və xarici bankalara tapşırmış və təkcə bir arvadı var. Onunla ya həccə gedər, ya da Fərəngistana. Qızım ucun alıb ucun sona gedir. Hərəmxana nə demək? Burax qızım, sən Allah baba bircə de görüm, hərəmxana nəyə deyərlər? Mücəlləl, bağçalı, uca divarlı, dəmir qapılı bir evi nəzərə gətir. Otaqlar iç-içə, hamısı döşənəkli, pərdələr salıq, cürbəcür lampalar işıq salar, qəfəslərdə qənarələr tərənnüm edər. Allı pullu qız gəlinlər əlvan libaslar geyib otaqlarda əyləşərlər, ərbabı gözlərlər. Möhtərəm şəxsi də de, daha bir söz soruşmaram.
İranda tacirlərə, mallalara, dövlətli oğrulara, divan adamlarına şəxsi möhtərəm deyərlər. Vəssalam. 10-cu hekayə bir içəm su. Şimallardan külək qopar, Xəzərin sularından buludlar içər, buludlar özlərini dağa, daşa çarpar, ildırımlar çaxar, yağış yağar, sellər atlanar, Xəzərə sarı şimala baxan dağların, təpələrin bütün alçaq uca yerlərini tüm meşələr bürür. Yağışlar dağların təpəsində qara mübəddəl olub günəşin hərarəti ilə əriyər. Çaylar, çeşmələr vücuda gəlir. Dağlardan, dərələrdən axan sular Tehranda dövlətli, həşmətli ağaların, bağların, bağçaların cənnətə döndürər. O yerlərdə ki, çeşmə yoxdur, quru çöldür, İranın dörd bir bucağında çörək, çiraq surağına köçüb gələn zavallılar daşdan, palçıqdan, tənikədən yurdlar saldırıblar. Bu qoca şəhərdə Fərat çayı qədər çaylar, çeşmələr axarsa da mühacirlərə bir içəm su da yox. Onların qızları, arvadları çiyinlərində, əllərində tənikə zənginlər məhəlləsində qapı-qapı gəzərlər. Ay xanım, qadan alım, bir küzə su ver deyə dilənərlər. 11-ci hekayə Həzrəti Süleyman elçisi. Hop hopun olsun dayı, gül topun olsun dayı. Bahar çağı bizim bağçalarda badam ağacları günlənərkən bir zərif quş başında darağı, əynində yol-yol əlvan köynəyi səhər tezdən səs salar. Yatanları şirin yuxudan oyandırar. O quşa ərəblər və əcəmlər hot-hot deyərlər. O taylılar isə hop-hop, bu taylılar bubbu adlandırarlar. Başı daraqlı quşun sərgüzəşti uzundur. Qurana görə o Həzrəti Süleymanın elçisi imiş. Şərif Quranda yazılıbdır. Biz Həzrəti Süleyman qulumuza quşların dilini öyrətdik. Həzrəti Süleyman Tanrının qulu, Yəhudilərin zəngin və ehtişamlı padişahı bir gün ordusundan san görürmüş. Devlər, cinlər, qurdlar və quşlar sıraya düzülmüş. Padişaha göz tikmişdilər. Bütün nəfərat padişahın önündə gəlib soruşar. Padişah Hod-Hodu görmürkən vəzirinə soruşar. Bəs Hod-Hod hardadır? Bir an Hod-Hod tovşuya gəlib ağaca qonar, baş həndirər. Padişah acıqla deyər, hangi cəhənnəmdəydin? Hod-Hod deyər, sultanım, cəhənnəm demə, cənnətə getmişdim, Səba diyarına. Səba diyarının gözəl mələkəsi olan Bilqeys xatunla xoşbeş eylədim. Süleyman padişahın qaşı qabağı açılıb gülümsər. Elə isə səni mələkəyə elçi göndərim. Get onu mənim hərəmsərama gətir deyər. Muxlis xatın naz və qəmzə edər. Gəlməz. Padişah onu hədələr. Gəlməsən qan içən. Ordularımla gəlib diyarını tarımar edərəm və taxtını tabut. Bilirsən ki, padişah bir kəndə girirsə, o kəndi viran edər və əzizlərini zəlil. Xatın yenə gəlməz, bir ifritə gedib onu altın təxti ilə çalıb gətirər. Anam nağıl deyirdi. O bir utanqac, taza gəlin imiş. Qayın anasını görərkən yaşmağını üst dodağına qədər qovzar və qayın atasından üz tutarmış və onun kölgəsindən belə qaçarmış. Demək ki, bu xoruzdan qaçan bir gəlin imiş. Deyirlər ki, günlərin bir günündə taza gəlin çayda çimirmiş. Qəzadan qayın atası öskürmədən səssiz, yavaş-yavaş təpədən dərəyə sarı ənər və gözü gəlinə sataşar. Gəlin suya döyünər, utanar, Tanrıdan ölüm istər. Tanrı da onun cavanlığına qıymaz və qızıl qanatlıya dəstur verməz. Onu bir quş cildinə soxub uçurdar və havaya buraxar. 12-ci hekayə el nəğmələrində gizli qalan nöqtələr və rəmzlər. 1.
Axund məni oxutdu, qara saçımı toxutdu. Qara saçımın şivəsi qızıldandır düyməsi. Qızılları itirdim, İsfahana yetirdim. Atım niyə kişnirsən? Arpa saman istərsən? Arpa saman hardoley? Şah qızı şahdoley. Şah qızı qali toxur, üstündə bəbr gül toxur. Onun kiçik qardaşı Allahın kəlamını oxur. Hər ulusun və hər elin xaliq nəğmələrində bədii gözəllik, sadəlik, xoşagələn ahəngdən əlavə onlarda bir çox rəmzlər və nöqtələr gizli qalır ki, oxucunu dərin fikrə qərq edər. Xalq nəğmələri bu dünyadan köçüb gedən insanların arzuların, duyğularını aydınca bəyan edər. El nəğmələri şeirə bədəl olmuş insanlığın tarixidir. Axund məni oxutdu, qara saçımı toxutdu. Əski zamanlarda ərəblərdə, əcəmlərdə kiçik qızlar və oğlanlar bir məktəbə gedər və axund onlara Qur'andan və ədəbiyyatdan dərs verərmiş. Bu nəğmədə bir qız məktəbə gedirmiş, saçları pərişan imiş. Axund ona söyləməz ki, qız kişidən qaç, özünü ört. Güya deyərmiş ki, bir qız dağınıq saçlarla ustadının huzuruna gəlməz. Axund demək mehriban və anlaqlı bir adam imiş. Ona görə də qız şagirdinin düymələri qızıldan olan saçlarını hörərmiş. Bu gözəl şeirlər bir sevimli qız uşağının könüldən qopan arzuları və istəyidir. Əcəba, qızcığazın saçlarının şivəsi necə imiş? Topuqlarına qədər uzanarmış, yoxsa kəsik və qıvrıq imiş? Qızılları itirdim, İsfahana yetirdim. Qızılın, yəni altının sarı parıltısı siçanların, qəzələlərin nəzərini cəlb edərkən nə üçün bir qız uşağının nəzərini cəlb etməsin? O qız qızılları İsfahana yetirməmiş, babasından eşitməmişdir ki, oğruların, talançıların qorxusundan qızıllarını Şah Abbas Cənnət məkanın əmn və əman olan paytaxtına göndərmişdir. Necə ki, bu günlərdə birinci zəngin ərbablar, böyük və möhtəşəm xanlar və xatınlar qızılları xalqın əlinə düşməsin deyə Avropa və Amerika bankalarında yatırdırlar. Atım niyə kişnirsən? Arpa saman istərsən? Arpa saman hardoley? Şah qızı şahdoley. Demək, qızın atasının bir atı var imiş. Aclıq keçirərmiş. Çünki arpa saman bahalı olub, çətin ələ gələrmiş və zamanənin şahı və onun qızı demək arpa samanı ənbara vurub ehtikar edərmişlər və vaxtında ağır qiymətə satarmışlar. Şah qızı qali toxur, üstündə bir gül toxur, ondan kiçik qardaşı Allahın kəlamını oxur. Demək ki, şah qızı gözü dar, dünyadar olduğuna rəğmən bir el qızı kimi dəstgah qarşısında oturub fərş toxurmuş, həm də üstündə bir gül toxurmuş. Əlbət, şah qızı aydın və ətirli bir otaqda qali toxur, nə alaqaranlıq karxanada, nə də pəyədə, nə də çadırda. Ondan kiçik qardaşı Allahın kəlamını oxur. Demək, zamanə dəyişir, incə sənətə vurğun şahin yerinə bir axund nabcanəmaz suya çəkən padişah təxtə cülus edər. Qız uşaqlarının məktəbə gedib oğlanlar ilə Qur'andan, kitabdan dərs almalarını yasaq qılmışdır. 2. Gəlin, gəlin, qız gəlin, incilərin düz gəlin, 7 oğlan istərəm, son 5-yin qız gəlin. Hələ də Azərbaycanda toyda qız gəlini səndəli üstə bəzənəkli oturdub üzünə bir duvaq salarlar. Bir oğlan uşağı arvadların məclisinə gələr, gəlinin huzurunda bir aşiq tək dizə çökər. Sonra ipək bir şal gəlinin belinə dolayıb bu şeirləri oxur. Gəlin, gəlin, qız gəlin,
İncilərin düz gəlin, 7 oğlan istərəm, son beşiyin qız gəlin. İnci murvarid deməkdir. O, çox isti iqlimlər dəryalarında bir növ sədəfin bətnində vücuda gələn ağır qiymət parlaq bir cəvahirdir. İranda Xəlic Fars sularında murvarid sədəfi yaşar. İngilislilər ki, Xəlicin sahilneşin qaraşın cavanlarını dəryaya göndərib, onlar isə sədəf yığışdırarmışlar. Bəzən də yiyərtici balıqlara duçar olurmuşlar. İnci fəqir fuqara qızlarının, qadınlarının boynunu bəzəməz onlar. Ömürlərində belə İnciyə nə olmuş bilməzlər. İnci yalnız şahzadə xanımlar üçün, prenslər üçün, Hollywood gözəlləri üçündür ki, sədəflər bəslərlər. 7 oğlan istərəm, son beşiyin qız gəlin. Şərq dəryalarında xüsusilə kəndlilər, yoxsul adamlar oğlan uşağını qız uşağına tərcih edərlər. Çünki oğlan böyüyə çörək gətirər və babasına əkinçilikdə mal qara otarmaq da yardım edər. Qız əlbət böyüyərkən yad evinə köçər, axı onun nə faydası var? Rivayət edərlər ki, cahiliyyət dövrü ərəblər qız uşaqların diri-diri topraqda bastırarmışlar. Bu rivayət yalan olsa da onda bir həqiqət var. İstər ərəb, istər əcəm qızı ki, bir oyuncaq fərz edərlər. Əcəm şairləri gözəl oğlanları vəsf edərkən qadını pisləyib təhqir etmişdirlər. Məxləs nəğmədən anlaşılan hikmət budur ki, hər ailəyə 7 oğlan gərəkdir və təkcə bir qız. 13-cü hekayə Ay Baba. Ay baba, o dovranlar geçdi, artıq ki sən ağaclar ardında parlarkən şair sənə baxıb ah çəkər. Vəfasız sarışın sevgilisin xatırlayıb göz yaşı tökər. Geçdi o zamanlar ki, gözəlləri sənə oxşadardılar. Ay baba, qərnlər sovuşdu, dünya rəngin dəyişdi. Sənin bargahından bizim diyara bir elçi gəldi, nə bir qafilə. Nəhayət adam oğladı sənə göz tikib əfsununa vuruldu. Qanatlandı fəzada, uça-uça boşluqlarda üzə-üzə bir quş kimi sənin üzərinə qondu. Sən də daşlıq, issiz, çöllər və dərin susuz vadilərdədən başqa bir gözəllik görmədi. Demək ki, gözəl deyilmişsən. Yolçu kör peşman yerə döndü. Soruşdular, nə gördün? Ucsuz, bucaqsız, daşlıq çöllər, dərin susuz vadilər. Ağalar, nə çay gördüm, nə də uçan quş. Lakin yeni dünya danışmənləri Wall Street ərbablarına müjdə verdilər. Baxmayınız ayın daşlıqlarına, onun göbəyində xəzinələr gizlidir. Sarı qızıl, qara qızıl. Ay baba, bəlkə karvan yola düşəcək, sənin diyarında kök salacaq yurdlar tikib, yollar inşa edəcəklər. Daha nələr? Sinemalar, barlar, meyxanalar, kilisalar, ticarətxanalar. Mafiyalılar, kolokoleks klanlar sənin sükutunu pozacaqlar. Aktrislər, yarıçılpak, bəzənəkli, cavan qızlar, cin şəlvarlı, cavan oğlanlar, saçlı, saqqallı sənin hər tərəfində gəzib eşə-nuş edəcəklər. Macəralar yaradacaqlar. Qangesterlər bankaları talayıb, günün günorta çağı adam öldürüb, qız qaçırdacaqlar. Sonra romanlar yazılacaq, filmlər çəkiləcək. Oğruları, qatilləri mühakimə etmək üçün məhkəmə qurulub, onlara divan doğulacaq. Daha sonra Koklasçıların bir gün diyar-ı qürbətdə ürəkləri sıxılacaq. Yeni dünya başqumandalığından bir sürü arvadlı kişili zəngi göndəriləcəkdir. Koklasçılar
onları linc edib gülsünlər və ürəkləri sıxılmasın yazıqların.